ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan dərhal sonra Hörmüz boğazında gəmiçilik fəaliyyəti tam bərpa olunacaq. Trump bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə bu razılaşmanın əsas bəndlərindən biri boğazın beynəlxalq gəmiçilik üçün açıq saxlanılmasıdır. ABŞ lideri əlavə edib ki, Amerika mina təmizləyən gəmiləri artıq Hörmüz boğazı yaxınlığında yerləşdirib. ABŞ prezidenti Donald Trump Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla davam etdiyini və İranla razılaşmanın artıq bu həftə sonu əldə edilə biləcəyini bildirib. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə danışıqlar müsbət məcrada irəliləsə də onların nəticəsiz qalması ehtimalı da istisna edilmir. Eşitdiyimə görə danışıqlar çox yaxşı gedir. Əgər bu baş versə, baxmayaraq ki, baş verməyə də bilər, bunu heç kim dəqiq bilmir. Razılaşma artıq bu həftə sonu əldə oluna bilər deyə ABŞ prezidenti bildirib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Vaşinqton və Tehran arasında müzakirə olunan ilkin razılaşmanın İranın bombalanmış nüvə obyektlərində uranın çıxarılması ilə bağlı birgə fəaliyyət mexanizmini nəzərdə tutduğunu bildirib. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. ABŞ prezidentinin sözlərinə görə hazırki plan bu prosesin gələcəkdə İran tərəfi ilə birlikdə həyata keçirilməsinə ehtiva edir. Hələlik nəzərdə tutulan odur ki, çox da uzaq olmayan gələcəkdə biz bu işlə onlarla birlikdə məşğul olacağıq deyə Trump bildirib. ABŞ prezidenti Donald Trump öz ətrafındakılara yalnız Birləşmiş Ştatların hərbi qulluqçuları həlak olacağı təqdirdə İranla mövcud atəşkəs rejimindən imtina etmək niyyətində olduğunu deyib. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb. Dövlət başçısı köməkçiləri ilə şəxsi söhbətlərində yalnız Tehranın Amerika hərbçilərinin ölümü ilə nəticələnən zərbə indirəcəyi halda İranla atəşkəs məsələsinə yenidən baxmağa hazır olduğunu deyib. Nəşr ABŞ administrasiyasının məlumatlı nümayəndələrinin sözlərini gətirib. Qəzetin həmsöhbətləri xüsusi olaraq qeyd ediblər ki, tərəflər arasında davam edən toqquşmalara baxmayaraq qüvvədə olan atəşkəs rejimi əvvəlki kimi qorunub saxlanılır. İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etsə və uranın zənginləşdirilməsi proqramını dayandırsa belə, ABŞ tərəfindən yalnız bəzi sanksiyaların ləğvi və ya yumşaldılması ilə qarşılaşa bilər. Bu barədə ABŞ dövlət katibi Marco Rubio Senatın büdcə komitəsində keçirilən dinləmələrdə bildirib. Onun sözlərinə görə Vaşinqton İran limanlarına tətbiq edilən dəniz blokadasını aradan qaldırmağa, Tehran isə danışıqlar masasına qayıdaraq yüksək zənginləşdirilmiş uranın utilizasiyası və nüvə yanacağının zənginləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı razılaşmanı müzakirə etməyə hazır olmalıdır. Rubio vurğulayıb ki, bunun müqabilində İran bəzi sanksiyaların ləğvinə və ya yumşaldılmasına nail ola bilər. Lakin bütün sanksiyalar aradan qaldırılmayacaq. ABŞ dövlət katibi əlavə edib ki, istənilən razılaşmanın əsas şərti yoxlanıla bilən mexanizmlərin mövcudluğudur və uranın zənginləşdirilməsi üzərində nəzarət sazişin uğuru üçün həlledici əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar rəsmilərinə istinad edən media məlumatlarına görə aprel ayında İran üzərində vurulan ABŞ-nin F-15E Strike Eagle döyüş təyyarəsi böyük ehtimalla Çin istehsalı olan daşına bilən Zenit raket kompleksi ilə vurulub. Bu barədə The National Interest nəşri çərşənbə günü dərc etdiyi məqalədə məlumat verib. NBC News isə 3 məlumatlı mənbəyə isnadən bildirib ki, araşdırmaçılar təyyarənin Çin istehsalı olan Çiyindən atılan hava hücumuna müdafiə raketi ilə vurulduğunu ehtimal edirlər. Çin isə İrana hərbi yardım göstərdiyi iddialarını rədd edib. Ölkənin səfirliyi bu ittihamları əsassız böhtan və qərəzli əlaqələndirmə cəhdləri adlandırıb. Bununla belə xəbərdə qeyd olunur ki, ABŞ kəşfiyyat orqanları Pekinin üçüncü tərəflər vasitəsilə Tehrana əlavə hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşa biləcəyini hesab edir. Lakin belə mümkün transferlərin detalları hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti Donald Trump'ın Tehranla razılığa gəlməsi onun İranda rejimin qalmasını istəməyi demək deyil. Bunu İsrailin baş naziri Benyamin Netanyahu NBC telekanalına müsahibəsində deyib.
Biz İran xalqına bu rejimi devirməkdə kömək etməliyik. Bu dəyişməyib, amma bu bizim istədiyimiz dəqiq anda baş verməyəcək deyə o qeyd edib.